Bugün Xocalının Ballıca kəndinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə Ballıcaya daha 24 ailə köçürülüb. Bununla da köçürülən ailələrin sayı 136-ya çatıb. Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Bu mərhələdə kəndə 98 nəfərdən ibarət 24 ailə köçürülüb. 32 ildən sonra inşallah öz doğma torpağımıza, vətənimizə qayıdırıq. Və bu günü də bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev cənablarına öz dərin təşəkkürümüzü bildirdik. 15 yaşının içindəydim mən çıxanda. İndi nəvəmlə, gəlinimlə gedirəm. Ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin, o cümlədən də mətbuat nümayəndələrinin iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib, ailələr yeni evlərində yerləşiblər. Bununla da bugünədək Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 136 ailə olmaqla 660 nəfər köçürülüb. Gəlib torpağımıza məskunlaşmışıq. Allah prezidentimizi qorusun. Güclü ordumuzun sayəsində Allah cənab prezidentin yenə deyirəm canını sağ eləsin ki, bu günü bizə yaşadıblar. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Kəndə köç edən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək. Müxtəlif dövlət qurumlarında, ictimai yaşayış obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Qeyd edək ki, köçürülən əhali üçün bütün infrastruktur şərait, dövlət xidmətləri mərkəzi, məktəb, bağça, ictimai yaşayış obyektləri və sairə imkanlar mövcuddur. Emin Babayev, Fidan Səfər, Spice xəbər, Ballıca.